Diqqətlə qulaq asın. İkinci, baxın, deyir fiquru düzbucaqlıyı tamamlamaqla sahəsini vahidlə kvadratla hesablayın. Baxın, buradan bura kimi çəkdim. Baxırıq, düzbucaqlı yaranır. Bunun sayısı necə tapılır? Eni uzunluğa vururuq. 1, 2, 3, 4, 5, 6, 8, 9. Demək, uzunluğu 9. 2, 3, 4, 5, 6, 7 də enidir. Yəni 9'u vururam 7'ye. Nə elədi? 63. Çıxılsın. 1, 2, 3. Endi uzunluqdur. Eni də 2'dir. Demək, ümumi düzbucaqlının sayısından ağ hissəni çıxacaq. Bizə sarı hissə verəcək. Ümumi 63 elədi. Ağ hissəmizin sayısı 2 vur 3. 6. Demək, digəri baxırıq ağa 1, 2, 3, uzunluğu 3, eni də 2. Yenə də 6 elədi. 63'dən çıxıram bunun ikisinin cəmi, yəni 12'ni. Bura 6 elədi, bura da 6 elədi. Baxın. Burada 6 elədi, burada 6 elədi. Çıxdım, nə etdi? 51. Buranın sayısı nə etdi? 51. Yenə baxırıq. Buradan bağladım. Bunu da bura. Baxın, bir dənə düzbucaqlı yarandı. Sayısına baxaq. 1, 2, 3, 4, 5, 8, 9, 10, 11. Demək 11 uzunluğu. 2, 3, 4, 5, 7 də eni. 11'i vururam 7'ye. 77. Ümumi sahədən çıxıram ağ hissənin sayısını. Yəni ağ hissələrin sayısını. Cəmli. 3 bura, 2 də bura. Nə elədi? 6. 3 en uzunluğu, 2 də eni. Nə etdi? Yenə 6. Burada baxırıq. 3 uzunluğu, 2 də en. Nə etdi? Yenə 6. Demək 3 dənə 6, 18 elədi mi? Demək, ümumi sahədən çıxacağım ağ hissənin sayısını, yəni 18'i. 17'dən 8 çıxıram 9, 6'dan da 1, 5. Nə elədi? 59. Keçirəm indi bura. Buradan kəsdim, buranı da belə. Enirik. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Demək bura 9. 1, 2, 3, 4, 5, 6, 7. 7 də bura. Yəni, üçüncüdə baxırıq. Ümumi sahə 9 vur 7, yəni 63. Çıxıram ağ hissənin sayısını. 1, 2, 3 eni. 1, 2, 3, 4. Bu da uzunluq. 3'ü vururam 4'e. Nə elədi? 12. Çıxıram 1, 2, 3. 3 bura, 1, 2, 3. Burada 3. Yəni buranın da sayısı 9. Toplam ağ hissələrin sayısı nə etdi? 21. 63'dən çıxıram 21'e. 2, 42. Cavabımız 42. Buranın da sayısı nə etdi? 42. Bura 59 eləmişdi. Yazım. Dördüncüsü. Baxırıq. Bunu da yine tamamlayaq. Yekə bir düzbucaqlı yarandı. Baxaq. 1, 2, 3, 4, 5, 11. Demək uzunluğu 11. 1, 2, 3, 4, 5, 6.
Eni də 6. 11'i vururam 6'ya. Ne etdi? 66. İndi keçirəm ağ hissələri çıxmağa. Ağ hissələri tapaq əvvəlcə. 1, 2, 3. Kat edi, biri 3'dür. 1, 2, 3. Digər kat edi də 3'dür. 3'ü vururam 3'ə, bölürəm 2'yə. Ne etdi? 4,5. Burada da 1, 2, 3. Bir kat edi 3'dür. Digər kat edi də baxın 3'dür. 1, 2, 3. Bölürəm 2'yə. Ne etdi? 4,5. Toplam ağ hissələri toplayırıq. Ne edir? 9. Demək 66'dan ümumi hissədən çıxıram 9'u. Ne edir? 57. Cevabımız 57. Beşincisine baxıram. Buradan kəsirəm. Aha, tamamlamaqla eləməliyik. Tamamlamaqla. Bunu belə elədim, tamamladım. Buradan tamamladım. 1, 2, 3, 4, 5, 6. 6'nı vuracağım. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 11'e. Ne etdi? 66. İndi çıxacağım ağ hissən sayısı. 2 burada, 2 de burada. Ne etdi? 4. 2 var, 2, 4. Ağ hissən sayısı bura 4. İndi bu hissə sayısına baxırıq. 1, 2, 3, 4. 4'ü vuracağım 2'ye. Ne eləyir? 8. Keçirəm bura. 1, 2, 3, 4. Kat edi, biri 4'dür. Digərə baxırıq. 1, 2, 3, 4. Burada 4'dür. Demək, düzbucaqlı üçbucağı sayısı necə tapılırdı? Kat etlərin hasili bölünsün 2. Bu da 8. Toplam neydir? 20. Demək, 66'dan 20'ni çıxacaq. Bildinizdə uşaqlar. Ağ hissələr sayısı 20 elədi toplam. Ümumi sayımız 66. 66'dan 20'ni çıxıram 46. Neydi? 46. Keçirək yenə tamamlayırıq. Baxırıq. 1, 2, 3, 4, 5, 6. Ümumi hissəmiz 6'dır. Bura 6. İndi keçirək bura. 1, 2, 3, 4. Burada 6'dır. Yəni ümumi 6. 36. Çıxıram kiçik hissələri, ağları. 1, 2, 1, 2. 2'ni vururam 2'yə. Neydi? 4. Keçirək bura. 3 bucaq, düz bucaqlı 3 bucağın sayısı 1, 2, 1, 2. 2'ni vururam 2'yə, bölürəm 2'yə. Neydi? 4. 4'ü bölürəm 2, 2. Demək, ağ hissələrin biri 4'dür, biri də 2'dir. 2'nin necə, sarı hissəni necə tapılır? 36'dan çıxıram bunların ikisinin cəmi. Yəni, bura 4 eləmişdi, burada 2, yəni 6'dır. Bu da cavabımız 30. Keçirin növbəti səhifəyə. Bunun da figurlara ayrılıb. Bu figurların əsasən verilən figurun sayısını tapın. Baxırıq. Bunun sayısı. Bura 5'ti uşaqlar. Burada 5'ti.
Yəni neynirik? 4'ü vururam 5'ə, bölürəm 2'yə. 10. Demək, buranın sayısı nə etdi? 10. Keçirəm bu növbəti. Burada bu figurun sayısını tapaq. 5 eynidir, uzunluğu da 5'dir. Yəni 5'i vururam 5'ə. Nə idi? 25. Buranın sayısı da 25. Keçirəm. Bu düzbucaqlı üçbucağın sayısını tapaq. Eyni kvatetlərdən biri 5'dir. Bu da biri də 8. Demək, 5'i vururam 8'ə, bölürəm 2'yə. Nədir cavabımız? 20. Demək, bir sayısı, bu figurun sayısı 10, bu figurun sayısı 25, bu figurun da sayısı 20. Toplam ümumi figurun sayısı necə olur? 10'un üzerine 25 geldi, üzerine 20 geldi. Neydir? 45, 10 da gələn 55. Figurun sayısı neydi? 55. Keçirəm ikincisine. Bu figurun sayısını tapalım. Uşaqlar, katetlərinin biri 3'dür, biri də 4'dür. Yəni 3'ü vuram 4'ə, bölürəm 2'yə. Neydi? 6. Bura 6. Keçirəm bu növbəti düzbucaqlı üçbucağın sayısına görə. Eyni katetlərdən biri 4, biri də 3'dür. Yenə neydir? 6. Keçirəm bura. Bu 3 burada yazılmalıdır. Əslində orada yazılır. 3. Biri 6'dır, biri də 3'dür. Katetlərdən biri 6'dır, digəri də 3'dür. 9. Demək, buranın da sayısı neydi? 9. İndi keçirək bura. Uşaqlar, bura 3, 3. Nə elədi toplam? 6. Demək, burada 6'dır. Burada 6'dır. Kvadratın sayısı necə tapılır? 36. Ümumi sahəni tapmaq üçün bunları toplamaq lazım. 6 üzerine 6 üzerine 9 üzerine 36. Neydir? 12. 12 üzerine 9 gələndə 21. 21 üzerine 36 gələndə 57. Cavab 57. Keçirik növbəti misala. Baxın uşaqlar, eyni uzunluğa, eyni də uzunluqda eyni. Demək, bu kvadratdır. Kvadratın sayısı necə tapılır? 5'i 5'ə vururam. 25. Keçirək bura. 5'i vururam 8'ə. Beşi vururam 8'ə, bölürəm 2'yə. Nə etdi? 20. Buranın sayısı 20. Keçirəm buranın sayısını. Baxın uşaqlar, 5 eynidir, uzunluğu da 8'dir. Nə elədi? 40. Demək, burada 40. Demək, toplam figurun sayısını tapmaq üçün bunları toplamaq lazımdır. 25 üzerine 20 üzerine de 40. Ne edir? 85. Bunun sayısı da ne etti? 85.